Eləmişsən buralar Tahir? Hər yer çörək. Divan bütün çörək. Herkese yeni vlogdan salamlar. Bugün yine günlük vlog çekmek kararına geldim. Biraz ancak güne geç başladım vlog çekmeye. Her zaman deyirəm ki, yuxudan duran kimi vlog çəkəcəm, ancaq alındıra bilmirəm. Uşaqlarla biraz çətin olur. Rüyalı məktəbə aparıb qoymuşuq. İndi isə gedirik onu məktəbdən gətirməyə. Kömək eləyim? Özün? Yaxşı, yaxşı. Bu şalvar da çətindir. Hoppa. Hoppa. İndi isə gəldim Fabellikdən yeni kataloqu götürməyə, yeni məhsullara baxacağam və ətir almaq istəyirəm. Bunun üçün gəldim kataloq götürməyə. Eve geldik. Beşleri yerbeyer edim. Daha sonra katalogdan bir neçə səhifələri sizinle paylaşıp göstereceğim. İndirimde olan ətirləri də göstereceğim size. Gözəl məhsullar var. Ne istiyorsunuz? Gelmeyin. Tüketici paltarına bak. Gel. Evi yığışdırırıq. Her şey yarım çıx. Çıx. Gel bura, töksün yeri artık, gel. Royal gel. Aldıqlarımı yerbeyer edirəm. Bu taxta peçenyelerden aldıq. Uşaqlar bunu çox sevir. Daha sonra isə xaldenkdə qalıb xarab olsun deyə göyərti aldıq və ən əsası, ən gözəl sevdiyim yemək lobya. Hər evdə bir nəfərin sevdiyi o möhtəşəm yemək. Günorta yeməyini hazırlayıram. Bunun üçün gedirəm bağdan dəfnə yarpağı dərməyə. Hardasınız? Gəlin yerinizə. Telefonumu zayitkiyə qoymuşdum deyə yemək hazırlayarkən çəkə bilmədim. Həm günorta, həm axşam yeməyimi hazırlayıb qoydum. Bu anı xoşbəxtliyini sizə başa sala bilmərəm həqiqətən. Həm günorta, həm axşam yeməyi hazır olanda sanki evdə heç bir iş yoxdur artıq.
Tahir də bu arada yatdı. Bu üzərindəki köynəyi Temudan almışdım. 4-5 manata almışdım. Materialı çox gözəldir. Ad günündə almışdım. Çox sevdim. Və gəlin sizə biraz kataloqu göstərim. Burada ətirləri çəkirəm. Gözəl ətirlər var. Bu dəst şəklində olan meyvəli əl sabunları, kremlər, dodaq balzamları, duş gellərinin ətri həqiqətən çox gözəl olur. Ümumiyyətlə fabrikdə meyvə ətri olan hər bir şey çox gözəldir. Qoltuq altı dezodorant, şampunları, əl sabunları, dodaq balzamları çox gözəl olur. Hələ ki bu dəst şəklində olanlar da çox gözəldir və hal-hazırda bu cür dəst şəklində endirimdə də satılır. Hər biri ala bilərsiniz və ya ayrılıqda baxın qiymətlər də hədsiz çox münasibdir. Əgər siz özünüz qeydiyyatdan keçsəniz, mən əlbəttə ki hər videomda deyirəm, özünüzün qeydiyyatdan keçib zakaz verib almağınız daha xeyirlidir. Həm sizin üçün, yəni həm istədiyiniz məhsulları alırsınız. Təmizlik vasitələri də var, hər bir şey var. Onları alırsınız, ehtiyacınız olanları. Həm öz kiçik biznesinizi qurursunuz, ətrafınızdakı insanlara satış edib yenə gəlir əldə edə bilərsiniz. Əgər siz özünüz qeydiyyatdan keçsəniz, sizə bu kataloqda gördüyünüz qiymətdən də daha münasib qiymətə gələcək bu məhsullar. Ona görə də məncə özünüzün qeydiyyatdan keçib almağınız daha məsləhətlidir. Əgər kimsə qeydiyyatdan keçmək istəsə, mənimlə əlaqə saxlasın, aşağıda mesaj bölməsinə yazsın, mən sizə geri dönüş edəcəm. Baxın, bu lov məhsulları da çox gözəldir. Şampunları, əl kremləri, bütün bədən üçün olan kremlər də çox gözəldir və bunu bütün ailə istifadə edər, bu kremləri və şampunları. Bu göstərdiyim şampunlar həm 4 yaşından yuxarı uşaqlar üçün, həm də böyüklər üçündür. Mən uşaqlarım üçün almışam, böyük oğlum üçün və özüm də işlədirəm. Çox gözəl şampunlardır və qiymətdə gördüyünüz kimi çox münasib qiymətədir. Çox gözəl dodaq boyaları var, çox münasib qiymətə. Mən özüm hal-hazırda bu ətirləri alıb sınamaq istəyirəm. 21 manatdır, endirimdədir. 21 manat 59 qəpik. Bunun qoxusu çox gözəldir. Yaxınlarımdan istifadə edənlər var. Və bu ətirlər də çox gözəldir, çox şirindir, çox balaca 30 ml və qiyməti sadəcə 9 manat 9 qəpiyə. Həqiqətən də çox möhtəşəm endirimlər var. 45%-ə qədər ala bilərsiniz. Hədiyyə olaraq da yaxınlarınıza ala bilərsiniz. Burada bir neçə məhsulu bir yerdə birləşdirib hədiyyə edə bilərsiniz. Və bu əl sabunları da çox gözəldir. Meyvə şəkilli olan bayaq demişdim. Bu cür əl sabunları var. Ətirləri çox gözəldir və bədən misləri var. Bu sağ hissədə gördüyünüz kimi, əgər kataloqdan 12 manatlıq məhsul aldığında bu 3 manat 59 qəpiyə olan məhsullar sadəcə 2 manat 29 qəpiyə əldə edə bilərsiniz. Həqiqətən də qiymətlər çox ucuz və çox münasibdir. Əl kremləri də çox gözəldir. Və bu cür əl sabunlarının mətbəx üçün olanları da var. Balıq, toyuq iylərini çox gözəl bir şəkildə aparır. Həm əlinizdən, həm mətbəx taxtasından. Və sizə onu demək istərdim ki, əgər siz indi hal-hazırda 22 iyunadək
Fabellikdə qeydiyyatdan keçsəniz, qeydiyyatdan keçən kimi 20% endirim qazanacaqsınız. Daha sonra kataloq qiymətinə 40 manat məbləğində sifariş edirsiniz. Çünki kataloq qiymətinə 40 manat məbləğində olsa da siz qeydiyyatdan keçdiyiniz üçün sizə daha münasib qiymətə gələcək aldıqlarınız. Kataloq qiymətinə 40 manat məbləğində sifariş edirsiniz. Daha sonra növbəti kataloqda da 30 manat məbləğində sifariş etdiyiniz zaman bu gördüyünüz ətirlər sizə sadəcə 3 qəpiyə gələcək. Bu ətirlərdən istənilən ikisindən birini seçirsiniz. Öz qiyməti 48 manatdır. Sizə isə sadəcə 3 qəpiyə gələcək. Həqiqətən də məncə bu fürsəti qaçırmayın. Qeydiyyatdan keçin, həm endirim əldə edin, həm bu ətiri daha sonra 3 qəpiyə əldə edəcəksiniz, həm də istədiyiniz məhsulları alın. Uşaqlar həyətdə oynayarkən mən də dedim oturum rahat bir stəkan çay içim onları izləyərək, ancaq bu çox uzun sürmədi. Sağ olsunlar girdilər suyun içinə və onları evə apardım. Özüm də evə girdim təzədən. O hissəni isə çəkə bilmədim çünki o an sinir krizi keçirdirdim. İndi isə tozları almaq qərarına gəldim. Uşaqları görəcəksiniz. Məndən qabaq cumub təmizliyə başlayacaqlar. Hələ ki ikisinin də başı qarışıqdır. İndi Tahir birazdan üstümə gələcək. İlk öncə əlimdəki dərmanı istəyir. Daha sonra isə ağlayıb məndən dəsmal istəyəcək ki, o da tozları alsın. Yəni əlimə bir şey aldığıma peşman oluram. Həqiqətən tozlarını alsam tozlarını istəyirlər. Ev silsəm onu istəyirlər. Toz alanda toz əskisini istəyirlər. İmkan vermirlər ki işimi görüm. Uşaqlarla birlikdə iş görmək doğrudan da çətindir. Mən yəni uşaqlarla birlikdə iş görərkən ev təmizləyirəmsə, yeməyi bişirmək mənim üçün çox böyük bir problemdir. Yəni birini eləyəndə birini çatdırmaq olmur. Yemək bişirərkən ev təmizləmək işi qalır, onu sonra görürəm. Və ya evi təmizləyirəmsə, tozu həmin gün almıram, tozu sonra eləyirəm. Evi də həmin gün silmirəm, silməyə sonra edirəm. Hamısını bir yerdə etməyə mümkün olmur. Yəni ən azından məndə elə olur. Bir gün tozları anlayıram, bir gün tozları alıram, bir gün də silirəm. Daha sonra şam namazımı qıldım və otağımın tozunu almaq, bəzi işləri görmək qalmışdı. Bundan sonra da namaz qılacağım deyə paltarımı dəyişməmişəm. İndi biraz ütü masasındakı o bitmək bilməyən paltarları yerbəyer edib, daha sonra otağımın tozunu alıb təmizləyəcəm. Bu mənim qeyd dəftərimdir. Mən məsəl üçün səhərsi gün edəcəyim işləri yazmağı, qeyd etməyi, ümumiyyətlə yazı yazmağı çox sevirəm.
Bundan əvvəl göstərdiyim dəftərimə görəcəyim işləri yazıram. Bəzən bura ev işləri də əlbəttə ki, daxildir və ya nə etmək istəyirəmsə onları yazıram səhərsi günü. Beləliklə daha planlı oluram. Sanki beynimdə də hər şey düzənli olur və səhər duranda da artıq nə edəcəyimi bilirəm və ora yazdıqlarımı edirəm. Biraz da motivasiya edici olur və daha həvəsli iş görürəm. Daha sonra gördüyüm işlərə baxanda da sevinirəm. Bura isə dini mövzularda olan qeydlərimi aparıram. Məsəl üçün Məhəmməd Peyğəmbərin Siyər Nəbi kitabını oxumuşdum. Oradan qeydlər aparmışdım. Daha sonra Quran-Kərim oxuyarkən oradan bəzi qeydlər aparıram. Bu kitabı da anamgildən almışdım, ancaq hələ ki oxuyub bitirməmişəm. Heç oxumamışam daha doğrusu. Niyəsə elə də diqqətimi çəkməyib. İndi burada sizə göstərərkən də açıb biraz içindən bir neçə yerini oxuyuram. İnşallah bir gün yəqin ki oxuyaram. Bundan sonra isə Hikmət Tanıl Öztəkinin Fesləyin kitabını göstərirəm sizə. Bu yazarı çox sevirəm. YouTube'dan da izləyirəm. YouTube kanalı da var. Bu kitab çox gözəldir. Bunun seriyaları var. Yəni ki bir neçə hissədən ibarətdir. Bu nə üçün varsan onun üçün yaşa da ən son çıxan kitabıdır. Çox gözəl bir romandır həqiqətən. Yəni adından da görünür. Çox böyük bir şeylər ifadə edir. Məncə hər kəs alıb oxumalıdır. Yəni bunu oxuyarkən həqiqətən həyata baxışınız çox dəyişəcək deyə düşünürəm. Daha sonra isə Fabilikdən olan kitabımdır, ancaq bu bir öncəkidir. İndi aldığımdan bir öncəki kataloqdur. Və daha sonra əlbəttə ki Qurani-Kərim kitabımdır. Bunu da hər gün oxuya bilməsəm də yenə də oxumağa çalışıram. Çalışıram ki hər gün mütləq oxuyum. Bir səhifədə olsa mütləq oxuyum. Axşam oldu, uşaqlar yatdılar, elə şirin-şirin yatırlar ki, sanki gün içində evi dağıdan bunlar deyil. Mən isə daha sonra onların oyuncaqlarını toparlayıb evi yığışdırıram. Və bugünkü vloqumuzun sonuna gəldik. Çox xahiş edirəm kanalıma abunə olaraq mənə dəstək olun. Abunə olun, videomu bəyənin və yorum yazmağı da unutmayın. Hələlik bir sonraki videoda görüşərik.